azadlıq uğrunda mübarizə aparan bir insandır. Öz ölkəsində Cənubi Afrika Respublikasından yəqin ki, mənim səhv eləmirəmsə. İndi bu gün də deyəsən dünyasını dəyişib. Bilirəm ki, öz xalqı üçün böyük xidmətlər göstərmiş siyasətçi olubdur. O inqilabi hərəkatın manisidir. Bilmirəm, tanımıram. Birinci dəfə də eşidirəm. Radioda qulaqsın, deyirlər çox nüfuzlu adamdır. Bütün insanlar Mandelanın heç olmasa %1% qədər milləti düşünsə, yanındakini düşünsün. Bugün mənim bircə dənə, siz mənim yaralı yerimə toxundunuz. Mənim bircə dənə amalım var. Bəlkə mən önəmli bir adam deyiləm, əlimdən heç nə gəlmir. Bütün insanların 12 kvadrat isti evi, bir də isti şorbası olsun. Bütün insanlar bu ideyana yaşamalıdır. Hamı. Cənubi Afrika Respublikasında apartheid üzrə mübarizə aparmış və qaraların hüquqlarını bərpa etmişdi. Birinci dəfə də eşidirəm. Bildiyimə görə Afrikanın prezidenti olub. İrqçiliyə qarşı mübarizə aparanlardan biridir də mən bilən. Belə çox bilirdim onun haqqında, amma ki, yaddan çıxdı bəzi şeylər. Tanımıram, bilməm. Prezident olubdu. Hansı ölkənin prezidenti olub yadıma sal. Yadımda deyil. Çox, yəni ki, necə deyim, utanıram ki, bunu bilmirəm dəqiq, doğrudandır. Nelson Mandela azadlıq uğrunda mübarizə aparanlardan biridir. Afrikalıdır. Afrikanın, səhv etmirəmsə, Qana, Cənubi Afrika Respublikasında azadlıq və Afrika zənci xalqının, Afrikanların azadlığı uğrunda mübarizə aparmışdır. Nelson Mandela. Tanımadım. O kimdir ki? Yox, heç nə bilmirəm. Tanımıram. Səhv eləmirəmsə siyasətdə iştirak eləyirdi, amma indi yadımda deyil valla. Nə?